izahına baxaq. Kinetik enerjinin zamandan asıllıq qrafiki verilmişdir. Deməli, bu cismin kinetik enerjisi artırsa, bu bərabər yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən hərəkətdə cismin sürəti V bərabərdir V0 üstəgəl AT-dir. Cismin getdiyi yol S bərabərdir V0T üstəgəl AT kvadratı bölünsün 2-dir. Ona görə S-in T-dən asıllıq qrafiki olur belə. 16-cı sualın izahına baxaq. Cismin maksimal qalxma hündürlüyü 6 metrdir. Hansı hündürlükdə kinetik enerji potensial enerjidən 2 dəfə çox olar? Kinetik bərabərdir 2Y potensialı. Deməli, biz maksimal qalxma hündürlüyünə görə tam mexaniki enerjini hesablaya bilərik. Ona görə bu məsələni enerjinin saxlanma qanununa görə yazırıq. Tam mexaniki enerji bərabərdir kinetik enerji üstəgəlsin potensial enerji. Buradan kinetik enerjinin əvəzinə 2Y potensial yazırıq. Alırıq 3Y potensial. Tam mexaniki enerjinin əvəzinə mg h maksimum. Potensial enerjinin əvəzinə mg kiçik h yazırıq. Hər tərəfini mg-yə bölürük. Alırıq kiçik h bərabərdir. Böyük h bölünsün 3. 6 bölünsün 3 bərabərdir 2 metr.